Hər kəsə salamlar. Alice Pro kanalında ilk 5'lik rubrikasını izləyirsiniz. Sizinlə mən Cabir. Xanik Şah Hüseynovun xahişini nəzərə alaraq bugün sizə Azərbaycanın 5 ən yaxşı reperlərini təqdim edəcəyik. Və biz başladıq. 5-ci yerdə vaxtı ikən çox tanınan, sevilən və Azərbaycana ilk repi gətirən, hamının Anar Nağılbaz kimi tanıdığı Anar Cəbiyevdir. 28 mart 1974-cü ildə Bakıda anadan olub. Repə marağı 1988-ci ildən yaranıb. Ona uğur gətirənsə 1993-cü ildə yazdığı Narko Dünya mahnısı olmuşdu. 1997-də Bakı Oğrusu filmi işıq üzü görür. Rejissoru, ssenari müəllifi Anar Nağılbazdır. Və baş rolda da Anarın özü oynayır. Brilliant Dadaşova, Elza Seyidcahan, Elşad Xose və digər məşhur ifaçılarla duet ortağı olub. Geceler ne kadar güzelmiş geceler, geceler bir şirin, güzelmiş geceler. 4-cü yerdə ekspert kimi tanıdığımız Şəhriyar Atababayevdir. 1990-cı ildə Bakıda anadan olub. Rap fəaliyyətinə 2009-cu ildən başlayıb. Synapse Production'ın 2011-ci ildə Makar 10 adlı ərsəyə gətirdiyi albomda ekspertin də rapi yer alırdı. 2012-ci ildə qardaşı ilə evdə büdcəsi 11 manat 50 qəpik olan Şaman adlı klip çəkir və YouTube portalına yerləşdirir. Tez bir zamanda sevilən bu gənc reper siyahımızda 4-cü yer alır. Atam Türk mü, yoxsa atan Atatürk mü? Benim atam ama Göktürk'dü, ata döktüm kan. Demişti sayan, otomatik maşin gun. Çıxanda maşından, vuracam başından. 3-cü yerdə Azərbaycanın ən tanınan və ilk reperlərindən biri olan hamımızın Elşad Xose kimi tanıdığımız Elşad Əliyevdir. 1979-cu il 25 sentyabr Bakı şəhərində anadan olub. Xose ləqəbini məktəbli vaxtından özünə seçib. 1995-ci ildən rep fəaliyyətinə başlayıb. Əvvəl replərin Rus və Azərbaycan dilində yazırdı. Жизнь не меняется adlı ilk albomu 2000-ci ildə işıq üzü görür. Dəyirman, Anar Nağılbaz, Röya və Elnara kimi müğənnilərlə duet ortağı olub. Fikirlərim, arzularım dolub daşır, aşır başım sanki bir ev. Xəyallar onun sakinləri. İblis, əməli biz, doymayan nəfis. Vurulubsa nə mənə deyir, sevgi bədi xudafiz. Amma mənim cinimdəki mələklər ölənə qədər mənə kömək edəcəklər. İkinci yerdə Kaspian klanın üzvü, hamımızın Uran kimi tanıdığımız İbrahim İbrahimovdur. 1983-cü ilin dekabrında Xaçmazda anadan olub. 2004-cü ildə Kaspian klanının 8-ci üzvü seçilib. 2004-ün oktyabrında Mən də Varam telemusabıqəsinə qatılır və ikinci yer tutur. 4 il sonra Mən də Varam 3-də iştirak edir və birinci yer tutur. Hal-hazırda Azərbaycanda ən yaxşı freestyle deyən reperdir. 2007-ci ildə Dastritsin tərkibinə daxil olur və 2009-cu ildə Mənasız Şeylər adlı albom buraxır. İndiyədək 4 albom işıq üzü görüb. Uran Cəza kimi məşhur reperlə bir səhnəni bölüşüb. Xanım beyin stili deyil, bu küçədə deyim stili. Arabesk etlən hiss edəcək xəndəyin yiyin. Dönübdür şəhərdə beyin, bəndə deyin. Kəndimə gəlin, bəndimə baxın. Düşübdür kəməndimə baxın. Hər şey amarda Uran yoluna qoy birəndəlik baxı. Dinləyib asorti edib düşübdür hərləyi baxı. Nə hərləyi baxı, radioaktivlik zəhərliyi baxı. Hərlənib baxın, tərəvəzdən fərlənən axın. Çərəz rap deyil, bil məna dəyərlərə baxın. Yol bakul style, şəhərə küçələrə yaxın. Yox baxıl, qaxıl otur yeri və açılsın növbəti daxıl. Birinci yerdə tez bir zamanda sevilib və tanınan Host qrupunun üzvü Qaraqan kimi tanıdığımız Elxan Zeynallıdır. 3 aprel 1987-ci ildə Bakıda anadan olub. 2007-ci ildən 2012-ci ilə kimi Host qrupunun solisti olub. Sonradan solo fəaliyyətinə başlayıb. Elxan həm də öz yazdığı kitablarla da seçilir.
İndiyədək 7 romanın müəllifidir. 2007-ci ildə A adlı kitabı çap olunur və gənclər tərəfindən böyük maraq olduğuna görə kitab tez bir zamanda satılır. 2009-cu ildə isə 1 milyon dollarım olsaydı adlı kitab ışıq üzü görür və həmin il ən çox satılan kitab olur. Rus kütləsi üçün də İspovедь одного извращенца adlı kitab yazılır. 2010-cu ildə hərbi xidmətə yollanır. İndiyədək 3 albomu var. Qısa qapanma, işıq və leykmiyə. Amerikada SXSW musiqi festivalında iştirak edib. Çox istedadlı bu reper siyahımızda birinci yerdədir. Həyat işıqlı vitrinlər, reklamdan ibarətdir. Həyat siyasətdən, neftdən və qandan ibarətdir. Həyat maskalar, komediya və dramdan ibarətdir. Həyat kimlər üçünsə yalnız qara qandan ibarətdir. Həyat sevgidən, ayrılıq, qəmdən ibarətdir. Varlı çobanlar üçün golf, çəməndən ibarətdir. Həyat hər kəs üçün bir neçə bənddən ibarətdir. Mənim həyatım mənim üçün məndən ibarətdir. Bugünlük bu qədər. Əminəm ki, nəticələrlə razı qaldınız. Razı qalmayanlar isə altda kommentariyada öz fikirlərini bildirsinlər. Razı qalanlar isə like qoysunlar. Kanala abunə olmağı unutmayın. Hələlik. Refleksləşdirə bildiklərimizdən, eminsiniz mi? Aydındır sizlər rhyme'ımız mı? Battle King sizsiz. Buna eminsiniz mi?